Belə bir suala baxaq. Fikrimcə bu sual tipi Dimin tez-tez istətdiyi bir sual tipidir. Həm 9-da, həm də 11-də. İzahına baxaq. Baxın, deyir ki, belə bir ifadə verir. Olduğuna görə A vur B, üstün yazısı C ifadəsinin dəyəri kaçdır deyir. Okay. Bir şey bilmək lazımdır ki, baxın. Üstü cüt. Deyək ki, A plus B ifadəsidir. Bunun üstü cüt dərəcəlidir. Deyək ki, 2-dir, 4-dür, 6-dır, nə bilim 98-dir. Cüt nədə bilirsiniz də yəqin ki. Bu heç vaxtı mənfi ədəd ola bilməz. Həmişə 0 ya da ki 0-dan böyük ədədlər olmalıdır müsbət sonsuzluğa qədər. Yəni bunu bilmək lazımdır. Sonra ikinci anlayış nədir? Kök altında hər hansı cüt dərəcədən ifadə. Bax yenə cüt deyirəm. 2-dir, 4-dür, 98-dir, nə bilim 9998-dir, bilmirəm nədir. A plus B-dir deyə ya da ki istənilən ifadə ola bilər. Bu da minimum 0, maksimum müsbət sonsuzluq olar. Heç vaxt mənfi hər hansı bir ədəd ola bilməz. Modul ümumiyyətlə A plus B-dir deyək. Modul məsafə deməkdir. Məsafə mənfi ola bilməz. Necə ki gedilən yol mənfi ola bilməz, modul da mənfi ola bilməz. Başa düşdünüz? Yəni modul minimum 0, yenə müsbət sonsuzluğa qədər ola bilər. Yəni deyək 3 dənə hər hansı bir ədəd deyək ki, toplayıblar. Bu 0-a əmələ gəlir. Normalda mənfi ola bilsəydi düşünərdim ki, bəlkə də bu bunun mənfisidir, bu bunun müsbətidir. Bunlar bir-birlərini aparıblar. Bu da özü 0-dır, 0-a bərabər olub. Amma mən bilirəm ki, bu da müsbət olmalıdır. Ya müsbət ya 0 olmalıdır, ya müsbət ya 0 olmalıdır, ya da müsbət 0 olmalıdır. Heç biri mənfi ola bilməz. Deməli, elə bir hal, yəni tək bir hal var ki, bunların üçünün də 0 olduğu halda cavab 0-a bərabər olur. Və bununla, yəni milyon dənə sual tipi var ki, Dimin işlətdiyi, ancaq bu tipdir. Yəni həmişə 3-ü də 0 olur, 2-si 0 olur, nə bilim 4-ü də 0 olur. Sistem tənliyi həll edirsən, çıxır gedir. İndi bunu həll etməyə çalışaq biz. Bunu silim ilk öncə. Qaydanı başa düşdünüzsə problem yoxdur məncə. İndi A çıxılsın 4. A çıxılsın 4 nəyə bərabər olmalıdır? 0-a bərabər olmalıdır. Okay? Yəni A nəyə bərabər olur? 4-ə bərabər olur, hə? İndi gətirib A-nı burada yerinə qoyaq. 4 çıxılsın B, üst çıxılsın 6 nəyə bərabərdir? 0-a bərabər olmalıdır. Çünki 3 də 0-a bərabər olmalıdır ki, 0-a cəm 0-a bərabər olsun. B nəyə bərabər olur? Bəs mənfi 2-yə. B-ni mənfi 2-yə bərabər olduğunu tapdım. İndi C çıx B. B bax çıx mənfi 2. Nəyə bərabərdir? 0-a bərabərdir. Bəs bu müsbətdir də. C söyəsi 2 bərabərdir 0. C nəyə bərabərdir? Bəs mənfi 2-yə. C də mənfi 2-yə bərabər oldu. İndi nə olacaq? A vurulsun mənfi 2. Yəni 4 vurulsun mənfi 2, mənfi 8. Çıxılsın 2 nə olur? Mənfi 10. Cavabımız nə oldu? B variantı.